bizim konstitusiyamız Azərbaycan Respublikasının tarixi ənənələrini, xüsusiyyətlərini də əks etdirir. Və bunlarla yanaşı, ümumiyyətcə Azərbaycan Respublikasının bu gününün gələcəyini təmin etmək üçün özünə məxsus prinsipləri əks etdirir. Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Hədəf proqramı efirdədir. Bugün Azərbaycanda Konstitusiya günüdür. Dövlətin əsas qanunu ilk dəfə 30 il bundan əvvəl qəbul edilib. Bu, müstəqil Azərbaycanın ilk konstitusiyası idi və son 30 il ərzində təbii ki, çağırışlar da dəyişib və əsas qanun necə uyğunlaşıb bu çağırışlara? Bax, bu demək mövzu ətrafında studiya qonaqlarımızla müzakirə aparacağıq. Eyni zamanda bildiyimiz kimi Türkiyədə hərbi nəqliyyat təyyarəsi C-130 tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Bu qəzanın səbəbləri ilə bağlı müxtəlif versiyalar səsləndirilir və studiya qonaqlarımızla eyni zamanda Türkiyədən həm mütəxəssislər, həm də əməkdaşımızla bağlantıda təbii ki, biz də bu təfərrüatlara diqqət yetirəcəyik. Odur ki, diqqətiniz bizdə olsun. Studiya qonaqlarımızı təqdim edirəm. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, xoş gəlmişsiniz. Bəhruz müəllim, salamlayıram sizi. Beynəlxalq hüquq üzrə ekspert Rahim Məmmədov, Rahim müəllim, sizi də salamlayırıq. Və Ədliyyə Nazirinin müşaviri Seyfəl Paşa Əliyev də qonağımızdır. Xoş gördük, salamlayırıq sizi. Xalq Cümhuriyyəti dövründə Azərbaycan öz konstitusiyasını heç cür formalaşdıra bilməmişdi. Müxtəlif səbəblər var idi. Təbii ki, biz o mövzuya müdaxilə etsək, yəqin ki, burada vaxt çatmayacaq. Amma müstəqillik bərpa edildikdən sonra ilk məsələlərdən, ilk prioritetlərdən biri də, vəzifədən biri də konstitusiyanın qəbulu oldu. Bəhruz müəllim, İstərdim həmin dövrə qaydaq və Ulu Öndərin birbaşa rəhbərliyi ilə konstitusiyanın qəbul olunması bilirik ki, baş verdi, hazırlandı və ümumxalq səsverməsi yolu ilə bu əsas qanun qəbul olundu. O dövrdə mürəkkəb şəraitdə demokratik dəyərlərə uyğun, eyni zamanda xüsusilə qeyd olunduğu kimi o milli dəyərləri də, tarixi, irsi dəyərləri də qoruyub saxlamaq şərti ilə belə bir ali sənədin hazırlanması necə mümkün oldu? Qeyd etdiyimiz kimi mürəkkəb vəziyyət idi, həddən artıq mürəkkəb vəziyyət idi. Ölkənin özündə belə sabitlik yaratmaq çox müşkül məsələ idi, amma qısa müddətdə buna nail olmuşdu. Necə mümkün oldu və bu müddət ərzində Azərbaycan konstitusiyası təkmilləşməyi necə bacarıbdı və o degradasiyalardan necə sığortalana bilib? Təşəkkür edirəm. İlk növbədə mən də Konstitusiya günü münasibəti ilə hər birimizi, eyni zamanda bütün tamaşaçılarımızı təbrik edirəm. Əvvəlcə ondan başlayaq ki, biz müstəqillik niyyətimizi bəyan edərkən 18 oktyabr 91-ci il dövlət müstəqilliyi haqqında Konstitusiya haqqında Konstitusiyanın ən qısa müddətdə qəbulu ilə bağlı qarşıya vəzifə qoymuşduq. Və baxmayaraq ki, qarşıda aydın formada yazılmış hədəflər müəyyən olunmuşdu, nə o zamanki hakimiyyət, nə həmin dövrdə müxalifətdə olmuş axıcı Azərbaycan Xalq Cəbhəsi, bunların heç biri aidiyyət formada Konstitusiyanın qəbulu məsələsini gündəmə gətirmədi. Daha sonra onlar hakimiyyəti zorla, yəni Azərbaycanın ərazi bütövlüyünün pozulması, Azərbaycanın torpaqlarının işğala düşməsi, xəyanət amillərindən istifadə edərək bu prosesdə böyük əhəmiyyətli rol oynayaraq hakimiyyətə hərbi çevrilişlə gəldikdən sonra da bu məsələləri yada salmadılar və nəticə etibarilə Azərbaycan faktiki olaraq müstəqilliyinin ilk 2 ildən artıq bir dövrünü konstitusiyasız bir fəaliyyət göstərdi. Ulu Öndərin hakimiyyətə gəlişindən sonra o ölkədə çox sayılı problemlər qalaqlanmışdı. Dövlətçilik, nəinki konstitusiya bütövlükdə dövlətçilik özü itirilmək təhlükəsi ilə üz-üzə idi. Ərazi bütövlüyü bağlı danışmaq doğrudan da kifayət qədər qeyri-ciddi məsələyə çevrilmişdi. Hətta hər tərəfdə bir ağa, hər tərəfdə bir qruplaşma və hər nazirin özünün silahlı bandası və belə bir məqamda Ulu Öndər, bax o sabitliyi, ictimai təhlükəsizliyi sözün əsl mənasında mümkün olduğu qədər tənzimlədikdən sonra eyni zamanda cəbhə istiqamətində ilk qələbələrimizi elə o dövrdə əldə etdik. Ulu Öndərin rəhbərliyi altında baş pozuq hissələr vahid orduya çevrildi və belə məqamdan sonra Azərbaycan artıq konstitusionalizm istiqamətində real addımlar atmağa başladı. Bilirsiniz ki, Konstitusiya Komissiyası yaradıldı. Həmin komissiya ölkənin tanınmış, dəyərli nüfuz sahibləri, hüquqşünaslar, qeyri-hüquqşünaslar isə ölkədə o milli ənənələri, dəyərləri qanunvericilik bazisinə oturda biləcək güc, imkan sahibləri sözün əsl mənasında mənəvi cəhətdən hər biri Konstitusiya Komissiyasına daxil oldu və Ulu Öndər elə 95-ci ilin noyabrın əvvəllərində Konstitusiya Komissiyasının sonuncu iclasında Konstitusiyanın artıq hazır layihə mətni ilə ifadə etmişdi ki, buradakı cümlələrin hər birinin altında mən imza ata bilərəm. Və müstəqil Azərbaycanın ilk konstitusiyası
bu cür, bu formada ümumxalq müzakirəsinə çıxarıldı və xalq da birmənalı şəkildə dəstəklədi. Biz konstitusiyamızı qəbul edərkən çox əsrlik dövlətçilik ənənələrimizə söykənmişik və çox əsrlik dövlətçilik ənənələrinin üzərində dayanmışıq. Və Azərbaycan konstitusiyasını qəbul edərkən əvvəlki dövrün, ən azından üzr istəyirəm, müstəqilliyin ilk dövrlərindəki o hakimiyyətlərdən fərqli olaraq tariximizin hər bir dövrünə hörmətlə yanaşmışıq. Məsələn, biz birmənalı şəkildə ifadə etmişik ki, ötən dövr də bizim tariximizdir və təsadüfi deyil ki, hələ daha öncəki konstitusiyamız, 78-ci il konstitusiyasına, Sovet Azərbaycanı konstitusiyasına biz arxa çevirmədik. Əksinə, ötən dövrlərin bütün müsbət təcrübələri insan hüquq və azadlıqlarına yönələn, dövlətimizin inkişafına, dövlətçiliyimizə, xalqımızın vahidliyini ifadə edən bütün istiqamətlərin biz birmənalı şəkildə istifadəsinin tərəfdarı olduq və nəticədə konstitusiyamızı qəbul etdik və bu konstitusiya sonraki dövrlərdə nəinki Azərbaycanda hüquq islahatlarının təməli oldu, eyni zamanda dövlətçilik ənənələrinin möhkəmlənməsi üçün bir sözün əsli mənasında start nöqtəsi oldu. Biz konstitusiyada ali niyyətlər bəyan etdik. Həmin ali niyyətlər sonraki inkişaf tempimizin və inkişaf kursumuzun əsası oldu. Eyni zamanda ali niyyətlərlə biz bütün dünyaya bəyan etdik ki, biz müharibə arzulayan dövlət deyilik. Konstitusiyamızın 10-cu, 9-cu maddəsində bunu ifadə etdik ki, biz başqa dövlətlərin ərazi bütövlüyünə və müstəqilliyinə qəsd vasitəsi kimi qətiyyən müharibəni rədd edirik. Eyni zamanda, həm də bizim üçün ərazi bütövlüyü və suverenlik əsas şərtdir, mübahisəsiz. Biz özümüzə layiq görmədiyimizi, özümüzə rəva görmədiyimizi heç bir dünya dövlətinə, heç bir xalqa arzulamırıq və təbii ki, özümüzü müdafiə etmək hüququmuzu özümüzdə saxlamaqla. Digər tərəfdən biz ümumbəşəri dəyərləri rəhbər tutaraq bütün dünya dövlətləri, xalqları ilə sülh əmin-amanlıq şəraitində yaşamağı ali niyyət kimi bəyan etdik. Məhz Ulu Öndərin bu tezisləri, bu direktivlərinin Azərbaycan konstitusiyasına oturuşması sonraki dövrlərdə çox vacib dövlətçilik mərhələlərini addamağımıza gətirib çıxardı. Bəli, bəzi mənbələr, Rahim müəllim, Azərbaycan konstitusiyasını unikal adlandırır. Mən istərdim bir müqayisə aparaq, çünki həqiqət müqayisədə üzə çıxır. Biz müqayisə aparsaq, həmin dövrdə digər ölkələrdə də yaranmış ana qanunlarla müqayisə edirik. Azərbaycan əsas qanununu fərqləndirən əsas cəhətlər nələrdir? Ətaya xanım, siz təsəvvür edirsinizmi? Deməli, yeni yaranmış bir dövlət 4 ildən sonra onun konstitusiyası qəbul olunur və konstitusiya layihəsinin baniləri, düşünən beyinlər gör nəyə xüsusi əhəmiyyət veriblər. Yəni, bizim konstitusiyamızı bu günləri digər dövlətlərin konstitusiyasından fərqləndirən ən mühüm cəhətlərdən biri də ondan ibarətdir ki, ilk dəfə olaraq konstitusiyamızda beynəlxalq hüququn ruhu öz ifadəsini tapıb. Bəhruz müəllim də çox gözəl bir məqama toxundu. Konstitusiyamızın 9-cu maddəsinin 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası hər hansı bir dövlətin müstəqilliyinə qəsd kimi, yaxud da ki, beynəlxalq münaqişələrin həllinin vasitəsi kimi müharibəni rədd edir. Tərəfdarı deyil. Bu, əksinə, məqam ondan ibarətdir ki, konstitusiya, yeni yaranmış bir dövlətin konstitusiyası beynəlxalq hüquqi dəyərlərə xüsusi önəm verir. Konstitusiyamızın elə preambula hissəsinin son bəndində ümumbəşəri dəyərlərə sadiqlik. Eyni zamanda konstitusiyamızın birinci maddəsində qeyd olunur ki, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Yəni, bu mühüm bir məqamdır ki, xalqın suverenliyi məsələsi. Bəli, dövlət xalqın suverenliyini əsas götürür və qeyd edir ki, hakimiyyətin mənbəsini ancaq xalqın iradəsi təşkil edə bilər. Konstitusiyamızın 7-ci maddəsində vurğulanır ki, Azərbaycan Respublikası hüquqi dövlətdir, demokratik dövlətdir, sosial inkişaf yönümlü bir dövlətdir. 8-ci maddədə birbaşa nəzərdə tutulur ki, Azərbaycan Respublikasının prezidenti Azərbaycan Respublikasının beynəlxalq müqavillərinin təminatçısıdır. 9-cu maddə haqqında məlumat verdik. 10-cu maddədə ən əsas məqam beynəlxalq münasibətlərin prinsipləri. Bugün Azərbaycan Respublikası özünün digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini beynəlxalq hüququn ümumtanınmış prinsip və normaları əsasında müəyyən edib. Konstitusiyamızın 12-ci maddəsində Bəhruz müəllim də ümumi formada məsələyə toxundu. Dövlətin ali məqsədi. Təsəvvür edin ki, bəlkə də dünyada yeganə konstitusiyadır ki, insan hüquq və azadlıqlarına dair dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilləri dövlətin ali məqsədinin əsası kimi qəbul edir. Hətta ad hoc, bəzən konkret hal üzrə onu konstitusiyadan üstün mövqeyə gətirib çıxardır. Yəni, insanın ləyaqətli hüququ, onun azadlığı kimi mühüm dəyərlər məhz bax 95-ci ildə hələ yazılmış bir yeni konstitusiyada öz əksini tapıb və təbii ki, bu da bir qürurverici bir məqamdır.
bu günlər bizim konstitusiyamızı biz kifayət qədər beynəlxalq hüquq nöqteyi nəzərdən xarakterizə etsək, məsələn, götürək ilə konstitusiyamızın ilk bölmələrindən biri insan və vətəndaşın hüquq və azadlıqları. Məsələn, biz Sovet dönəmində hüquq fakültəsində oxuyurduq. SSR konstitusiyasında yazılırdı ki, SSR vətəndaşlarının hüquq və azadlıqları, yəni bir növ o vaxtki ideoloji məqamlar Sovet hüquq sisteminin dar çərçivədə münasibətləri tənzimlənməsi bizdə də belə bir imkan fikir formalaşdırırdı ki, məgər SSR konstitusiyası və SSR qanunları əcnəbilərin yaxud vətəndaşlığa malik olmayan şəxslərin hüquqlarını tənzim etmirmi? Ancaq bu günləri biz öz konstitusiyamızın o ilk bölməsində onun şahidi oluruq ki, konstitusiyonun 24-cü maddəsindən düz 71-ci maddəsinə qədər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında konstitusiyamızda o təməl hüquqlar öz əksini tapıb, onun məhkəmə təminatı həyata keçirilir. Sözsüz ki, məsələn, deyək, konstitusiyamızın 60-cı maddəsində deyir ki, hər bir şəxsin məhkəmə təminat hüququ var və dolayısı yolla elə bir məqamlar ortalığa çıxdı ki, məsələn, deyək ki, Avropa İnsan Hüquqları Konvensiyasına bizim qoşulmağımız dolayısıyla konstitusiyada ifadə olunur ki, yəni hər bir insan öz pozulmuş hüquqlarının bərpası məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə çıxış əldə edə bilər, öz pozulmuş hüquqlarını belə deyək ki, bərpa edə bilər. Sözsüz ki, bütün bu məqamların yeni yaranmış bir dövlətin konstitusiyasında əks olunması çox bir unikal bir məsələdir. Odur ki, bəli, istər konstitusiya hüququ sahəsində, istər də beynəlxalq hüquq sahəsində tədqiqatlar aparan alimlərimiz həmişə bu məsələyə çox müsbət nöqteyi nəzərdən yanaşır. Sözsüz ki, bizim konstitusiyamız qanunlarımızın şahıdır. Onun üzr istəyirəm, əlinin üstə əli yoxdur. Və sözsüz ki, onun beynəlxalq hüquq nöqteyi nəzərdən belə deyək ki, bütün o prosesləri özündə ehtiva etməsi də belə bir fikir söyləməyə əsas verir ki, doğrudan da Azərbaycan xalqı 1000 illik bir dövlətçilik tarixinə, hüquq mədəniyyətinə malik olan bir xalqdır və sözsüz ki, onun konstitusiyası da bütün bu məqamları özündə ifadə etməklə bizim dünya sistemində, dünya beynəlxalq sistemində çıxışımız üçün ən mühüm hüquqi əsası təqdim edir. Seyfəllah müəllim, konstitusiya bütün dövlətlərin mövcudluğudur. Bu, bir mənalı şəkildə mübahisəsiz biz bunu ifadə edirik. Azərbaycan dövlətçiliyinin qurulmasında, ümumiyyətlə, Azərbaycanda dövlət quruculuğunda əsas qanunun rolu nədən ibarət olub? Çox sağ olun, minnətdaram. İlk növbədə mən də hər kəsi Konstitusiya günü münasibəti ilə və Zəfər günü, bayraq günü münasibəti təbrik edirəm. Çox sevindirici haldır ki, noyabr ayında biz bu qədər dövləti əhəmiyyətli tədbirləri ard-arda qeyd edirik. Çox düzgün vurğuladınız. Ümumiyyətlə, konstitusiyaların funksiyalarından biz danışanda, onların təməl funksiyaları həm dövlət, cəmiyyət, xalq arasında olan bir sosial kontraktdır. Eyni zamanda da elə konstitusiya terminoloji olaraq da bir təsis sənədidir. Bir növü dövlətin təsis etdiyi əsas qaydaları müəyyən edir. Konstitusiyanın həm də bir strateji baxışı təmin edir. Həm iqtisadi, həm siyasi, həm hüquqi sferaya. Təsadüfi deyir ki, Ulu Öndər konstitusiyanın hazırlanması ilə bağlı komissiyanın elə ilk iclasındaca xüsusilə vurğulamışdı ki, konstitusiyamız bizim uzun ömürlü olmalıdır. Bizim konstitusiyamız uzun vədəli hədəflərə uyğun olmalıdır. Dövlətçiliyimizin inkişaf istiqamətlərinə uyğun olmalıdır. Və biz bütün bu strateji baxışı konstitusiyanın ayrı-ayrı maddələrində çox aydın formada görə bilirik. Elə biz ilkin bəyan edilən niyyətlər preambula əsasında görəndə biz görürük ki, bizim konstitusiyamız dövlət quruculuğu istiqamətində bir çox istiqamətləri. Orada istər hüquqi dövlət quruculuğu məsələləri, istər iqtisadi münasibətlərin təməl çərçivələri, həmkarların vurğuladığı kimi beynəlxalq münasibətlərdə bizim iştirakçılıq prinsipimiz, bizim ərazi bütövlüyümüz, suverenliyimizə doğru olan əsas təməl baxışlarımız öz əksini tapır. Preambuladan başlayaraq. Sonraki mətn üzrə isə biz nəzər salanda bizim konstitusiyamız, biz böyük fəxarətlə bildirə bilərik ki, dünya konstitusiyaları üçün ən təkmil konstitusiyalardan biridir. Nədir bu təkmillik? Bir çox ölkələrin biz konstitusiyasına nəzər salanda bəziləri biz görürük ki, onlar bir funksiyanı yerinə yetirir. Mən dediyim kimi, dövlət idarəçinin təməl çərçivələrini müəyyən edir. Heç də bütün konstitusiyalarda insan hüquqlarının bizim konstitusiyada təsbit olduğu qədər təkmil 48 maddədir, 48 maddədir və sırf insan hüquqlarından. Bəli, konstitusiyanın demək olar ki, 3/1 hissəsi insan hüquqlarına həsr olunub və həm də biz onu nəzərə almalıyıq ki, bizim konstitusiyada insan hüquqları onlar bəyanat formasında, deklarativ formada qeyd edilmir. Yəni onlar hər biri üzrə real
icra edilə bilən hüquqlardır ki, onların birbaşa məhkəmə müdafiəsi hüquqlarına da dövlət pozitiv öhdəlik götürür. Həm də biz o hüquqların keyfiyyət məzmununa da baxanda biz sevindirici haldır ki, bizim həmin dövrdə qəbul olmuş konstitusiya baxmayaraq ki, yeni dövlət idi. 95-ci ildə hələ cəmi 4 il belə deyək də müstəqil bir dövlət idi. Bizim konstitusiyada təsbit edilən insan hüquqlarının standartı bir çox beynəlxalq konvensiyalarda müəyyən standartdan daha yüksək standartdaydı. Məsələn, nümunə üçün elə götürək ətraf mühitin mühafizəsi ilə bağlı, əhalinin sağlamlığının qorunması hüququ ilə bağlı məsələ. Təsəvvür edin, 94-cü ildə, bəli, 94-cü ildə Avropa Məhkəməsi hələ yenicə o hüququ konvensiya çərçivəsində tanımağa başlamışdı 8-ci maddənin kontekstində. Bizim konstitusiyada artıq o dövlətin belə təsbit olmuş hüquqlarından biri idi ki, onlara da dövlət bütövlükdə bu mütərəqqi ideyalar hardan qaynaqlanırdı? Yəni burada bir ənənə var idi, dövlətçilik ənənələri var idi. İlk növbədə bu konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, onun uzun müddətli böyük bir təcrübələri, komissiyada təmsil olunan komissiyanın tərkibi. Biz nəzərə alsaq ki, bizim komissiyanın tərkibi hüquqşünaslardan yanaşı orada dilçi alimlərimiz, ziyalı təbəqələrimiz oldu. Hətta biz konstitusiyanın hazırlanması tarixinə nəzərə salanda müəyyən olunur ki, komissiya təkcə fəaliyyətini məhz işçi qruplar və komissiya çərçivəsində yox, ziyalılarla görüşlər oldu, Elmlər Akademiyasının alimlərlə görüşlər oldu. Bütövlükdə bütün cəmiyyətin ümumi maraqları, bütün multikultural dəyərlərimiz, milli kimlik ideologiyası olan hər biri bizim konstitusiyada təsbit olundu. Və təbii ki, bu gün də bizim konstitusiyamızın elə ən bariz nümunəsi ondan ibarətdir ki, 30 ildir bizim konstitusiyamız qüvvədədir və hər yeni norma, hər yeni çağırışlar əslində o normalarda biz görürük ki, müəyyən qədər qabaqlayıb. Və islahatlar da mütləq şəkildə ana qanunda mütləq islahatlar da tələb olunan məsələlərdən biridir. Bu yeni dövrün çağırışlarına uyğunlaşmaq. Cəmi 3 dəfə, 30 il ərzində 3 dəfə səhv etmirəmsə dəyişiklik olubdur. Bəli. Bax bu çağırışlara qarşı necə Azərbaycan konstitusiyası həmin o demək yenilikləri özündə əks etdirə bilib. Çox maraqlı məqamlara toxunuldu. Həm Seyfalı Paşa müəllim, həm çox hörmətli müəllimimiz Rahim müəllim bir məqamı qeyd edim. Bəli, istənilən qanunvericilik aktı, istənilən normativ akt birmənalı şəkildə dəyişən münasibətlərə adekvat reaksiya verməlidir. Əks halda həmin norma ölü normaya çevrilə bilər. Amma Azərbaycan konstitusiyası o qədər mükəmməl hazırlanıb ki, ötən dövr ərzində dəyişən münasibətlərə reaksiya verilməsi və verilməsi nəticəsində dəyişən müddəaların heç biri əslində dəyişməsəydi də belə əhəmiyyətini köklü şəkildə itirib ölü normaya çevrilməyəcəkdir. Biz sadəcə təkmilləşdirməni apararaq bu addımları atmışıq və bundan sonra da təbii ki, təkmilləşdirmə davam edəcək bu və ya digər formada və bir daha deyirik, biz Ulu Öndərin o ifadəsi ki var, hər ifadənin, hər cümlənin altından imza ata bilərəm. Bunun doğrudan zaman keçdikcə şahidi oluruq. Burada mən başqa bir məqama da toxunmaq istəyirəm. Təbii ki, zaman ötür, qarşıya qoyulan niyyətlər, prioritetlər dəyişə bilir. Azərbaycan konstitusiyasının ilk ali niyyət olaraq, biz dövlətin məqsədləri yox, birbaşa elə ali niyyətlərimizi ifadə edir. Amma 6 ali niyyətimizdən biri ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi qorumaq idi. Mən rejissorumuzdan xahiş edəcəm, indi konstitusiyanın preambulasındakı əsas o müddəaları ekranlara gətirsin, biz onun üzərindən şərh edək. Bəli. Və biz yeri gəlmişkən konstitusiyada suverenlik ilidir. Suverenliyin bərpasından sonra bu məsələ xüsusilə təbii ki, aktuallaşdı. Söhbət nədən gedir? Bəli, konstitusiya həm də suverenlik aktı kimi qəbul olunur. Bax, indi burada da qeyd olunduğu kimi Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, konstitusiya çərçivəsində demokratik quruluşu təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək. Əsas preambula hissəsi, bəli, buna istinad edirik biz. Çox vacib bir məqam ilə bu ekranda qalsa çox da gözəl olar. Deməli, ötən dövr ərzində biz baxa bilərik ki, təsəvvür edin, Azərbaycan prezidenti Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq elə Ulu Öndərin öz dövründə də bu konstitusiyon niyyətlərimizə doğru biz prosesləri ilmə toxunmasına nail olmuşuq. Məsələn, biz 94-cü ildə Konstitusiya Komissiyası işə başlayarkən, 95-ci ildə komissiya artıq fəaliyyətini yekunlaşdırıb, konstitusiyamız qəbul edildikdən sonra bu niyyətlərin çoxuna bizim üçün doğrudan da əlçatmaz görünə biləcək bir situasiyada idik. Məsələn, ərazi bütövlüyü məsələsi
bütün dünya az qala bizə qarşı birləşmişdi ki, itirilən ərazilərinizdən, o itkilərlə barışmalısınız. Və yaxud da ki, vətəndaş cəmiyyəti institutları adı altında bizə sonraki dövrdə biz həmin o nəticələri, pis nəticələri Gürcüstan nümunəsində, digər ölkələrin nümunəsində gördük. Vətəndaş cəmiyyətinin bərqərar olması adı altında bizə yad ünsürləri, burada marionetləri, 5-ci kolon ünsürlərini az qala yerləşdirmək istəyirlər. Yəni, bütün bu dövr ərzində konstitusiyon niyyətlərimizə, milli mənafelərə, xalqın maraq və mənafelərini təmin etməklə o qədər ustalıqla cənab İlham Əliyevin Azərbaycanı o istiqamətdə apardığına şahidlik etmişik ki, və nəticə itibarilə bilirsiniz, bunlar kompleks proseslərdir. Azərbaycan konstitusiyası, bax, qeyd etdiyim kimi, biz ərazi bütövlüyümüzü bərqərar etməklə, separatizmə son qoymaqla, sərhəd bütövlüyümüzü təmin etməklə suverenliyimizi bərqərar etdik. Bu, konstitusiyanın ilk niyyətinin tam təmin oldu. Bəli, 2023-cü il antiterror əməliyyatları zamanı da əsas məqsəd əslində konstitusiyanı bütün ölkə ərazisində təsbit etmək, yəni bərqərar etmək. Əsas məqsəd bu idi və buna da nail olundu. Sırf bəli, suverenliklə bağlı istərdim, çünki demək, həm suverenlik konstitusiya ilində mən düşünürəm ki, bunu xüsusi şərh etməliyik. Çünki ondan sonra məhz Azərbaycan bayrağı tam şəkildə, yəni suverenlik bərpa olunduqdan sonra bütün ölkə ərazisində yəni ucaldıldı və dalğalandı. Suverenlik ifadəsi öz müqəddəratını təyin etmək və öz idarə etmə formasını müəyyən etməkdə ehtiva olunur xalqlar üçün. Azərbaycan ərazisi hələ etiraf edək ki, Ulu Öndərin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrə çıxmaq şərti ilə ötən dövr ərzində, istər Çar Rusiyası dövründə ermənilər ora köçürüldükdən sonra, sonraki Sovet dövründə, elə müstəqilliyin ilk illərindən ta 2020-ci ilə qədər Azərbaycan faktiki Qarabağ və üzərində, Xankəndi üzərində əsaslı, köklü təsir imkanına malik olmayıb. Baxmayaraq ki, bizim beynəlxalq hüquqla tanınmış ərazilərimiz idi. O bölgədə biz idarəçiliyə xüsusi qarışa bilməmişik. Daha yuxarıda olan, bizdən, zəifliyimizdən istifadə edən, bir zamanlar isə asılı olmağımızdan istifadə edən daha güclü əllərin sayəsində cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərqərar etməklə, konstitusiyon niyyətimizi bərqərar etməklə sözün əsl mənasında Azərbaycanı suveren bir gücə çevirdi. Bundan əvvəl biz tam müstəqil iqtisadi gücə çevrilmişdik, tam müstəqil siyasi gücə çevrilmişdik. Amma suverenliyimizin təmin olunması, o yarımçıqlığı bərpa etdi və Azərbaycanın bir mənalı şəkildə bütün dövlət atributları bugün beynəlxalq hüquqla tanınan sərhədlərimiz daxilində müstəsna və yeganə hüquqi qüvvəyə malikdir. Əlbəttə ki, bu dəyişən reallıqdır. Bu reallıq bizim gözümüzün qarşısında dəyişir və bir daha deyirəm, tarixi proseslərin təbii axarında bu proseslər baş verməyib. Bu proseslər gərgin əməyin nəticəsidir. Bu proseslər uğurlu siyasi kursun nəticəsidir. Bu proseslər dövlətçilik ənənələrinin sağlamlığının və davamlılığının təmin olunmasının nəticəsidir. Son olaraq mən bir məqamda deyim, hazırki nitqimdə. Deməli, biz konstitusiyamızın 8-ci maddəsində ifadə etmişdik ki, Azərbaycan Respublikasının prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir, Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir, Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə təminat verir, beynəlxalq hüquqla üzərimizə götürdüyümüz öhdəliklərin qarantoru kimi çıxış edir. Bax, belə bir məqamda ötən dövr ərzində güclü, müstəqil Azərbaycanın biz baxsaq tarixin heç bir dövründə, bəli, bir dövlətin başçısı, bütün dövlətlərin, bura fərq etməz, heç bir dövlətin başçısı öz xalqının konstitusiyon niyyətlərlə ifadə olunan formatda nə vahidliyinin təcəssümünə çevrilə bilməyib. Təbii ki, bunu arzulayanlar da çox olub, bu istiqamətdə cəhdlər göstərən də çox olub. Amma reallaşdırmaq bu sözün əsl mənasında konstitusiya və suverenlik ilində Azərbaycan xalqının ən böyük uğuru sayılmalıdır. Bəli, sırf suverenliyin bərpasından sonra konstitusiyanın nüfuz və imici baxımından mən istərdim ki, fikirlərinizi eşidək. Hətay xanım, Bəhruz müəllimin fikirlərinə bir dəstək olaraq qeyd etmək istərdim ki, doğrudan da düzgün məqamlara toxundu. Artıq 5 ildir ki, biz bir qalib dövlətin vətəndaşları kimi qürurumuzu qoruyub saxladıq, yaşayırıq və müstəqillik və suverenlik ili ilə bağlı bir məqam daha çox xarici siyasət və geosiyasi aspekti də qiymətləndirilməlidir. Artıq Azərbaycan nəinki dünyada, o cümlədən regionda yeni düzəmin əsasını qoyubdur. Yəni, bu günləri Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, eyni zamanda Qafqaza, yəni bu region ölkələrinə sülh gətirməkdə əsas rol oynayır. Konstitusiyamızın o adı nədir, preambula hissəsində gözəl bir məqam var. Deyir ki, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər dövlətlərlə, xalqlarla dostluq münasibətlərində yaşamaq. Təsəvvür edin, hələ biz öz ərazi bütövlüyümüzü bərpa etməmişdən öncə BMT nizamnaməsinin əsas tələbləri var da. Deyir ki, o dövlət
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü statusu əldə edə bilər ki, o dövlət sülhsevər dövlətdir. O dövlət digər xalqlarla dinc yanaşı yaşamağı bacarır. Onun bu sahədə dərin təcrübəsi, dövlətçilik ənənəsi var. 2011-ci ildə Azərbaycan 2 il müddətinə BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi status vəziyyətində iştirak eləyib. 2 dəfə bizim dövlətimiz orada rotasiya qaydasında sədrlik həyata keçirilib. Ciddi əhəmiyyətli beynəlxalq məsələlərə aydınlıq gətirilibdir və bütün bunların hamısı bir daha onu sübut edir ki, Azərbaycan geopolitik nöqteyi nəzərdən məqamı da deyim, sizin diqqətinizə çatdırmaq istərdim. Azərbaycan geosiyasi mərkəzlərdən biridir dünyanın. İrandır, Azərbaycandır, Ukraynadır, Türkiyədir, bir də Cənubi Koreyadır. Yəni bizim ərazimizin coğrafi konstruksiyası, o cümlədən onun təbii resurslara malik olması sözsüz ki, dünya səviyyəsində dövlətləri, digər korporasiyaların marağına səbəb olurdu. Napoleonun bir sözü var, deyir ki, öz dövlətinin coğrafiyasını bilməyən ondan dövlət başçısı ola bilməz. Bu günləri cənab prezidentimiz doğrudan da dövlətimizin geosiyasi nöqteyi nəzərdən mövqeyini çox düzgün qiymətləndirdi. Böyük siyasət həyata keçirdi və bu siyasətin nəticəsi olaraq tarixdə görünməyən bir məqamdır ki, mən tarixi oxuyuram və görməmişəm ki, hansısa bir dövlət itirilmiş ərazilərini geri qaytarsın, orada öz suverenliyini bərpa etmiş olsun. Bəli, bu günləri o sadalanan məqamlar ki var ki, bizim konstitusiyamızda öz əksini tapıb, sözün həqiqi mənasında o reallaşır və biz bu reallaşmanın, Bəhruz müəllim demişsən, şahidi oluruq, fəxr edirik, doğrudan da dövlətçiliyi yaşatmaq lazımdır, hüquqi varisliyi gələcək nəsillərə ötürmək lazımdır. Biz bu gün varıq, sabah yox. Ancaq konstitusiyamız, dövlətçiliyimiz yaşamalıdır, yaşayacaq da Allahın köməyi ilə. Ona görə ki, xalqımızın bu sahədə böyük təcrübəsi, dövlətçilik ənənəsi var. Seyfə Paşa müəllim, Azərbaycan konstitusiyasını həm də suverenlik aktı kimi biz səciyyələndirsək, fikirləriniz necədir? Təbii ki, məndən qabaqki natiqlər çox doğru vurğuladılar ki, konstitusiya həm də suverenliyin təcəssümüdür. Bizim konstitusiya mətninə nəzər salanda orada xalqın suverenliyi adlı ayrıca bir maddə var, amma konstitusiyanın suverenliklə bağlı mesajları təkcə o maddə ilə məhdudlaşmır. Suverenlik hər şeydən əvvəl dövlətin öz ərazisində tam hüquqlu hakimiyyətini həyata keçirməsidir. Və konstitusiya dövlətin təməllərini nə qədər möhkəm müəyyən edirsə, o dövlət suveren kimi daha möhkəm, daha iradəli və daha uzun vədəli və uzun perspektivdə uğurlu dövlət olacaqdır. Elə məhz bizim cənab prezident İlham Əliyevin rəhbərliyi ilə son dövrlər həyata keçirilən islahatlar, hətta işğaldan azad etmə prosesindən öncəki dövrlər bizim o suverenliyin bütün ölkə ərazisində tam bərpasına bir şərait yaratdı. Bura biz həm də konstitusiyon islahatları, konstitusiyon səviyyədə həyata keçirilən tədbirləri də sadalaya bilərik. Bizim dövlətçilimizin təməllərinin möhkəmləndirilməsi, dövlət idarə etməsinin gücləndirilməsi, məsələn, referendumla bizdə 2009-cu ildə birbaşa demokratiya institutu 40 min vətəndaşa birbaşa qanunverici təşəbbüsü ilə çıxış etmə hüququnun verilməsi, insan hüquqlarının daha yüksək mərhələlərdə, daha yuxarı standartlarla bağlı dəyişikliklərin edilməsi öz-özlüyündə dövlətin təməllərini möhkəmləndirir. Və dövlətin təməli möhkəmləndikcə də təbii ki, onun bir suveren kimi gücü, qüvvəti də möhkəmlənir. Və beynəlxalq hüquqla da bağlı mən həmkarların fikirlərlə razılaşıram. Təsəvvür edin, Azərbaycan çox az sayılı ölkələrdəndir ki, o dövlət daxili və beynəlxalq hüququn qarşılıqlı münasibətlərini monist prinsipləri əsasında qurur. Yəni biz konstitusiya səviyyəsində dövlətin tərəf çıxdığı müqavilələri biz artıq daxili hüququn tərkib hissəsi kimi çıxış edirik. Təsəvvür edin, Azərbaycanın bu özünü suveren kimi, özünə olan inamın göstəricisidir ki, biz beynəlxalq münasibətlərdə, beynəlxalq hüquq münasibətlərində çox belə iradə ilə, inamla iştirak edirik. Milli qanunvericiliyi ilə uyğunlaşdırırıq və bu prosesi biz bu formada apara bilirik. Bunların hər biri öz-özlüyündə təhlil edəndə bizim suverenliyimizin ayrı-ayrı komponentlərini təşkil edir. Və 2023-cü ildən etibarən isə biz hamımız böyük fəxrlə artıq deyirik ki, Azərbaycan bütün ərazisi üzrə suveren hüquqlarını təmin edib. Bugün biz 30 ilimizi qeyd edirik konstitusiyamızın və bu deməkdir ki, biz artıq gələcək nəsillər üçün daha suveren, daha güclü, daha qüvvətli bir dövlətçilik ənənələrini miras qoymuş. Təşəkkür edirəm, dəyərli qonaqlar. Həqiqətən də bu Azərbaycan xalqı üçün, hər bir Azərbaycanlı üçün, sizin qeyd etdiyiniz kimi uzun müddət bundan sonra da yaşayacaq Azərbaycanlılar üçün çox vacib bir məsələdir. Təbii ki, konstitusiyanın prinsiplərinin qorunması və
onun eyni zamanda bərqərar olması mütləq hakimiyyət şəklində. Və qeyd etdiyimiz kimi, anons etdiyimiz kimi biz digər mövzumuzun müzakirəsinə keçid alırıq. Məlum olduğu kimi, ötən gün məhz Türkiyə-Gürcüstan sərhədində Türkiyəyə məxsus hərbi yük təyyarəsi, nəqliyyat təyyarəsi qəzaya uğrayıb, C-130 tipli təyyarə. Təyyarənin qəzaya uğraması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bəziləri bildirir ki, bu təxribatdır. Rəsmi məlumatlara görə hələ ki, qara qutunun oxunması prosesi təbii ki, bundan sonra yayımlanacaq. Demək, rəsmi məlumatlar nədən ibarətdir? Və daha çox təxribat versiyasının üzərində dayananlar kimlərdir, Bəhruz müəllim? Əslində nədir məqsəd? Bax, bu cür qəzalara biz diqqət yetirsək, birinci hal deyil. Biz bilirik ki, müxtəlif ölkələrdə bu cür qəzalar tez-tez baş verir və bunların qarşısını almaq da mümkün deyil. Çünki təcrübəyə biz baxsaq, görürük ki, bəli, qəzalar baş versə də, nə qədər baş versə də onların dediyimiz kimi önləmək mümkün deyil. İndi Türkiyədən bağlantımız Yalçın Tahiroğlu əməkdaşımız Yalçın Tahiroğlu bir qədər sonra bizimlə canlı bağlantıda olacaq. Əgər onun bağlantısı hazırdırsa, zəhmət olmasa məlumat verin. Ondan ən son məlumatları alaq biz bir qədər sonra. Eyni zamanda təqaüddə olan təqaüddə olan pilot, Türkiyədən bir pilotla da əlaqə saxlayacağıq. Hazır olanda zəhmət olmasa məlumat verin. Buyurun, təyyarə qəzası ilə bağlı konkret olaraq burada təbii ki, Azərbaycanı maraqlandıran əsas məsələ məhz Zəfər paradının, daha doğrusu Zəfərin 5 illiyi ilə bağlı paradda iştirak etmək üçün gələn bilirik ki, hərbiçilər idi və birbaşa bu məsələ ilə bağlı aidiyyatı olan hərbiçilərdən söhbət gedirdi. Qəza ilə bağlı sizin fikirləriniz nədən ibarətdir? Əlbəttə, təyyarə qəzası bu faciəli haldır. Bilirsiniz ki, elə ilk dəqiqələrdən etibarən Azərbaycan dövləti Cənab İlham Əliyevin simasında özünün məsələ ilə bağlı narahatlığını, özünün kədərini ifadə edib. Cənab Prezident Türkiyə ilə həmkarı ilə əlaqə saxladı. Daha sonra Azərbaycanın aidiyyatlı dövlət orqanları, o cümlədən təmsil etdiyim parlamentin rəhbərliyi Türkiyə ilə həmkarı ilə bu istiqamətdə onların dərdinə şərik olduq. Bilirsiniz, Azərbaycan hərbi paradı ilə sözün əsl mənasında dünyaya bir nümunə göstərdi. Azərbaycan bölgədə yeni bir gücün imkanı meydana çıxdığını bir daha ortaya qoydu və bunların fonunda hansısa ünsürlər, hansısa detallara, hansısa istiqamətdə xoşagəlməz məqamlara söykənməyə arzulayaraq prosesə müəyyən kölgə salmağa cəhdlər edəcəyini biz düşünürdük. Amma təbii ki, indi bu təyyarə qəzası da onlar üçün göydən düşmə oldu. Arzuladıqları bir məqam oldu. Amma ilk növbədə ondan qeyd edim ki, biz konspirologiyaya yer yoxdur. Bir mənalı şəkildə hadisələrə real qiymət verilməlidir. Baxmayaraq ki, Azərbaycan və Rusiya arasında bilirsiniz ki, müəyyən bir problemlərə yol açdı, gərginliklərə yol açdı. Buna baxmayaraq Azərbaycan tərəfi açıq şəkildə ilk andan həmin sübutları biz göstərdik, ictimaiyyətə nümayiş etdirdik ki, baxın, kənar təsirlər var. İndi müxtəlif versiyalar atırlar. Güya təyyarədə terrorçu olub, təyyarəyə partlayıcı qoyublar və yaxud da təyyarə yerdən vurulub. 3 yerə bölünməsi məsələsi var ki, bəli, o müəyyən suallar. İndi bunun texniki detallarını əlbəttə ki, aidiyyatlı mütəxəssislər daha yaxşı deyə bilər, amma ən azından sadə məntiqdir ki, əgər təyyarədə partlayış olsaydı, təyyarə bu vəziyyətdə yerə düşə bilməzdi, bu bir. İkincisi, əgər təyyarə yerdən vurulsaydı, o izlər ən azından gövdədə qalardı, necə ki, Azalın təyyarəsində qalmışdı. Ona görə də haqlı olaraq biz daha çox təyyarənin köhnəlməsi ilə bağlı versiyanın üzərində dayana bilərik. Çünki yayılan məlumatlardan da göstərir ki, axırıncı dəfə 2020-ci ildə təmir olunub və bir də ola bilsin ki, təyyarənin içindəki aidiyyəti yükləri, bilirsiniz ki, həmin təyyarə F-16 hissələrini daşıyırdı və həmin təyyarənin içindəki yüklərin bərkidilməsində problem var və ya prosesin gedişində bu versiya var. İndiki məqamda bu versiyaların üzərində dayanmaq lazımdır, amma istənilən halda hadisə araşdırılır. Azərbaycan tərəfindən, bu proseslə bağlı Azərbaycan tərəfindən hər hansı formada təqsiri, hər hansı formada laqeydliyi, hər hansı formada prosesə yol açan bir günahı yoxdur. Çünki həmin hərbçilər birbaşa paradda iştirak etməyiblər, onlar texniki xidmət göstərmək üçün buradaydılar təyyarələrə. Gəncə hava limanının ərazisini tərk etməyiblər. Orada aidiyyatı iş sektorundan kənarlaşmayıblar. Görüntülər də var, ümumiyyətlə təyyarəyə yaxınlaşma olmayıb. 24 saat ərzində təyyarə bir mənalı şəkildə kamera görüntülərinin müşahidəsində olub və bu mənada ona görə boş və istiqamətdə çıxışlar, müxtəlif versiyalar bunlar ancaq vəziyyəti ümumi gərginləşdirməyə, bu və digər formada xoşagəlməz bir situasiyanın yaranmasına xidmət edir. Təyyarənin içərisində qeyd etdiyimiz kimi 20 hərbiçi olubdu və
Hazırda ən son məlumatlara görə onlardan 18-nin nəşi tapılıbdır. Bu barədə Gürcüstanın Daxili İşlər Naziri Gela Geladze jurnalistlərə bildirib. O qeyd edib ki, digər 2 hərbiçinin nəşinin axtarışları isə davam etdirilir. Geladze qeyd edib ki, 4 hərbiçinin nəşi təyyarənin pilot kabinəsində tapılıb. Nazir Türkiyəli həmkarı ilə daimi əlaqədə olduğunu da qeyd edib. Geladze bildirib ki, biz beynəlxalq istintaq qrupu yaratmışıq. Qrupa Türkiyəli həmkarlar da daxildir. Türkiyə hərbi təyinatlı olduğundan, daha doğrusu təyyarə hərbi təyinatlı olduğundan ətraflı məlumatları Türkiyə tərəfi ilə razılaşdırma ilə mərhələli şəkildə təqdim edəcəyik. Rahim müəllim, fikirləriniz necədir? Doğrudan düzgün mövqeyə yanaşma sərgiləyir. Məsələn, biz deyirik ki, mülki aviasiya gəmiləri var, bir də hərbi təyinatlı təyyarələr var, gəmilər var. Və məsələn, İCAO-nun müəyyən etdiyi bir sistem var, Chicago sistemi var. İstənilən bir təyyarə deyək, istər mülki hava gəmisinə məxsus olsun, istər hərbi təyyarə olsun. Əgər bir tranzit uçuş həyata keçirirsə, deyək ki, Türkiyədən Azərbaycana təyinat üzrə gəlirsə, bütün hallarda o dispetçer əlaqəsi ilə əlaqələndirilir. Bu şübhəsizdir. Yəni, baş vermiş qəza şübhələri olarsa, təhlükəsi yaranarsa, sözsüz ki, həmin o təyyarəyə bütün hallarda kömək göstərilməsi dövlətlərin bir öhdəliyi kimi müəyyən olunubdur. Bəhruz müəllim də vurğuladı. Bugün istənilən qəza həmişə şübhələr yaradır. İndi müxtəlif versiyalar var. İndi bunu sözsüz ki, o istintaq komissiyası müəyyən eləyəcək. Təyyarənin qara qutusu var. Orada baş verən proseslərlə bağlı, deyək ki, nə səbəbə deyək ki, onun əlaqə kəsilib, nə üçün kəsilib, hansı vəziyyətdə olub. Bu məqamlar onsuz aydınlıq gətiriləcək. Belə qalanda sözsüz ki, versiya ondan ibarətdir ki, müxtəlif versiyalar olsa da, ancaq əsas versiya təyyarənin istismar müddətinin keçməsi ilə bağlıdır. Hətta məlumat var ki, bu təyyarə bir neçə il bundan öncə əsaslı təmirdən keçib. Ancaq bütün hallarda bu öz uçuşunu həyata keçirirsə, istismar olunursa, burada hava uçuşları, təsirlər, külək və bu kimi məqamlar da onun qəzaya baş verməsinə səbəb ola bilər. Bəhruz müəllim də vurğuladı, ola bilsin ki, təyyarədə aparılan yüklərin lazımi qaydada yerləşdirilməməsi. Məsələn, adi bir faktı deyib, mən Əfqanistanda xidmət eləmişəm. Biz Əfqanistana, Kabil şəhərindən Özbəkistana uçanda, Daşkənd şəhərinə uçanda İl-76 nəhəng bir təyyarədir, yük daşıyan təyyarədir. Orada nəinki bütün veşləri, hətta bizi də belə deyək də tam bərkitmişdilər ki, yəni o uçuş zamanı hər hansı bir təhlükə yaranmasın. Yəni bu iki versiya sözsüz ki, hələ diqqət mərkəzindədir. İndi istintaq komissiyası hansı nəticəyə gələcək, hansı fərziyyələri irəli sürəcəksə, bu başqa bir məsələdir. Türkiyə Milli Müdafiə Nazirliyi də məlumat yayıb, qeyd edir ki, Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqları üzərində araşdırma başlanılıb. Yerli vaxtla saat 6:30-da Axtarış, Xilasetmə və Qəza Araşdırma Qrupu Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə araşdırmalara başlayıb. İndi biz Türkiyəyə bağlanacağıq. ASTV Xəbərin xüsusi müxbiri Yalçın Tahiroğlu bizimlə canlı bağlantıda olmalıdır. Yalçın, buyurun, ən son məlumatlar nədən ibarətdir? Təyyarənin qəzaya uğraması ilə bağlı ən son məlumatları sizdən eşidək. Bəli, bütün Türkiyə təyyarə qəzası ilə bağlı xəbərlərdən sarsılıb və bütün Türkiyə ictimaiyyəti, ekspertlər o cümlədən qəzanın səbəbinin nə olduğuna dair suallara cavab axtarır. Türkiyə saatı ilə səhər saat 6:30-da artıq araşdırmalar Gürcüstan ərazisində başlayıb. Təyyarənin qalıqlarının yerə düşdüyü ərazidə tədqiqatlar davam edir. Təbii ki, bu prosesi çətinləşdirən amillər var. İlk növbədə olduqca geniş əraziyə yayılıb təyyarənin qalıntıları. Oradan yerli televiziyaların müxbirlərinin çatdırdığı məlumatlara görə 100 metrlərlə kənara uçağın hissələrinin tapıldığı yerlər var. Digər tərəfdən başqa bir ölkənin ərazisidir. Bütün baxmayaraq ki, Türkiyə Gürcüstan hökuməti ilə koordinasiyalı şəkildə çalışır, Azərbaycanla da bərabər çalışır. Dəstək hər tərəfdən verilir. Bütün bunlara baxmayaraq başqa ölkənin ərazisində olmasının obyektiv prosedur çətinlikləri var. Bununla yanaşı relyef çətinliyi, ərazi çətinlidir. Amma bütün bunlara baxmayaraq olduqca təcrübəli qrup işləyir. Texniki heyət, pilotlar, mühəndislərdən ibarət olduqca geniş heyət işləyir və bütün versiyalar araşdırılır. Ən kiçik təfərrüatlar, detallar araşdırılır.
Müxtəlif fərziyyələr Türkiyə televiziya kanallarında nüfuzlu ekspertlər tərəfindən irəli sürülür. Onlar ilk növbədə qəzaya səbəbiyyət verəcək ən az ehtimal edilən amillərdən danışırlar. Belə ki, hava şəraitinin olduqca yaxşı olduğu məlumdur ərazidə qəza zamanı. Digər tərəfdən C-130 tipli təyyarələr olduqca etibarlı nəqliyyat vasitəsi kimi özünü təsdiq edib. Biz də Türkiyədəki müxtəlif hərbi təlimlərdə iştirak edərkən, onları işıqlandırarkən bu cür təyyarələrə minmişik və onların nə dərəcədə etibarlı olduğunun şahidi olmuşuq. Köhnə olub, köhnə də lakin müntəzəm olaraq modernizasiyadan keçir, texniki baxış səviyyəsi, Türkiyədəki silahlı qüvvələrdəki nizam intizama nəzərə alsaq, texniki baxışın müntəzəm olaraq keçirildiyinə heç bir şübhə yoxdur. Pilotların yüksək peşəkarlıq səviyyəsində olduğuna da heç bir şübhə yoxdur. Və bütün bu sualları verən, bütün bu amilləri nəzərə alan ekspertlər bəs nədən təyyarə qəzaya uğrayıb sualına cavab axtarırlar? Təbii ki, rəsmi versiyanı gözləmək lazımdır, rəsmi məlumatı gözləmək lazımdır. Müxtəlif platformalarda müxtəlif iddialar səslənə bilər, lakin əsas bizim üçün olacaq rəsmi hesabatdır. Təbii ki, ilkin hesabat ilk növbədə yayılacaq. Ondan sonra təyyarənin qalıqlarının bir hissəsi Türkiyəyə gətiriləcək. Burada yenə ətraflı araşdırmalar, tədqiqatlar davam edəcək və sonunda yekun rəy ictimaiyyətə açıqlanacaq. Hələlik Ankaradan çatdıra biləcəklərim bundan ibarətdir, söz sizdədir. Təşəkkür edirik Yalçın. Bir daha xatırladırıq. Ankaradan birbaşa bağlantıda Türkiyə üzrə xüsusi müxbirimiz Yalçın Tahiroğlu idi. O, demək, qəzaya uğrayan təyyarə ilə bağlı ən son məlumatları bizimlə bölüşdü. Və indi bir qədər sonra qeyd etdiyim kimi biz Türkiyədən təqaüddə olan pilot Ünal Atabəy ilə əlaqə saxlamağa çalışacağıq. Onun da fikirləri var və ümumiyyətlə Türkiyə cəmiyyətində qeyd etdiyimiz kimi müxtəlif versiyalar var. Və nəzərə alsaq ki, az əvvəl studiya qonaqlarımızın da qeyd etdiyi kimi, burada Türkiyənin demək ki, siyasi rolunun artması müəyyən təxribat versiyalarını gündəmə gətirir, amma hələ ki, təxribat versiyasından bağlı hər hansı bir argument, tutarlı argument səsləndirilmir. Yoxdur, bu yalnız fərziyyələrdən ibarətdir. Odur ki, elə rəsmilər də konspirologiyaya getməməyi və daha çox rəsmi məlumatları gözləməyi, qara qutunun tapılması, eyni zamanda daha real versiyalar üzərində dayanmağı tövsiyə edirlər. Burada təbii ki, mətbuatın da üzərinə böyük demək məsuliyyət düşür. Çünki mətbuat gündəm yaratmaq, sensasiya dalınca qaçmaq məqsədi ilə müəyyən sensasyon başlıqlarla demək məsələnin mahiyyətini dəyişə bilər əslində. Bu da milli maraqlar baxımından da, hətta Türkiyə rəsmiləri də bunu milli maraqlar baxımından o qədər də uğurlu hesab etmir və odur ki, indi qeyd etdiyim kimi, az əvvəl anons etdiyim kimi bizimlə Türkiyədən birbaşa bağlantıda Ünal Atabəy olacaq. O, təqaüddə olan pilotdur. Ünal bəy, xoş gördük. Əvvəlcə başınız sağ olsun. Qardaş Türkiyəyə Azərbaycandan ilk başsağlığı məhz Azərbaycandan gəldi. 20 şəhid var. O şəhidlər həm də Azərbaycanın şəhidləridir təbii ki. Bu hadisə ilə bağlı sizin fikirləriniz, bir uzman olaraq, bir mütəxəssis olaraq sizin fikirləriniz nədən ibarətdir? Hansı versiyanın üzərində dayanırsınız? Teşekkür ederim. Hepimizin başı sağ olsun. Hem Azerbaycan hem Türkiye'nin, kardeş iki ülkenin ortak acısı bu. Hepimizin başı sağ olsun. Şehitlerimize Allah'tan rahmet diliyorum. Tabii her iki ülke açısından, hem Türkiye hem Azerbaycan açısından bu kaza, üzücü bir kaza. Yüreğimize hepimizin kor ateş düştü. İnşallah bundan sonra böyle acılar yaşamayız. Şimdi tabii kazayla ilgili bu çok spekülasyon yapılıyor. Şöyle oldu vesaire, böyle olmuş olabilir diye. Tabii ki olasılıklar, ihtimaller üzerinde konuşuluyor. Ancak bunu kaza kırım ekibi dediğimiz, yani olay yerindeki inceleyen o profesyonel ekip bunu inceledikten sonra raporlaştıracak. O zaman bunu daha doğru anlayacağız. Ekip yerinde hem Azerbaycan hem Gürcistan hem Türkiye ekip beraber çalışıyorlar, oradalar. Bu raporu beklemekte yarar var, fayda var. Ünal bəy, Şimdi bu cür uçaqların daha öncə də təcrübədə oldu mu? Yəni onun səmada 3 hissəyə ayrılması məsələsinə daha çox fokuslanırlar. Yəni bu təyyarənin eski olması, istismar müddətinin keçməsi ilə əlaqələndirmək olar mı bunu?
Yani şöyle zannetmiyorum. Şimdi tayyarelerimiz bizim bunlar yurt içinde yani Türkiye'de ve yurt dışına işte Azerbaycan'a da gidip geliyor. Balkanlara, Afrika'ya, Sudan'a, Somali, Libya, Balkanlardaki işte ülkelere ve çok sık bir şekilde kullandığımız uçaklar. Yani bundan lojistik malzemeleri sevk ediyoruz, kullanıyoruz, taşıyoruz. Tabii bu uçaklar her ne kadar yaşı olsa da yani yaşlı gibi görünse de 60 yıl 1968'den beri kullanılıyor. Ancak bunların Türkiye'de Kayseri'de büyük bir fabrika var. Yani zavod orada çok bakımları yüksek seviyede yapılıyor. Bu bakımları yapılan uçaklar yani bir MR'dan röntgeni çekiliyor. Adeta ince böyle kılcal damarlarına kadar inceleniyor. Yani uçaklar belki 5 yaşında, 10 yaşında gibi bir hale getirilebiliyor. Çünkü revizyona tabi tutuluyor, modernizasyon yapılıyor. Dolayısıyla her parçası bunun aslında metalleri, işte dijitalleri, bütün elektronik aksamları hepsi bunların değiştiriliyor, yenileniyor. Dolayısıyla bunun ben şeyini zannetmiyorum. Bu yaştan kaynaklanan bir durum söz konusu değildir. Bəs bu uçakların daha hansı zaafları var ki, uzmanlar bu zaafın üzerinde daha çok dayana bilərlər? Yani şimdi şöyle, şimdi bu mesela videodan gördüğümüz kadarıyla hani o düşme anı, hani semadan aşağıya doğru düşerken 3 parça halinde görüyoruz. Tabii bu dışarıdan bir etki olabilir mi diye tabii soruyoruz, bilmiyoruz tabii bunu. Ama şunu söyleyebiliriz, yani şu belki ifade edebiliriz. Sanki uçak havada yani semadayken güçlü bir, yüksek bir etkiye maruz kaldığını anlıyoruz. Ama dışarıdan mı, ama içeriden mi, yoksa teknik bir arızadan mı kaynaklanıyor? İşte bunu bilemiyoruz. Tabii bu işte olay yeri kaza kırım ekibi tarafından bu tespit edilecektir. Olay yeri incelendikten sonra raporlaşınca bunu anlayacağız. Ünal bəy, ötən yılın sonlarında, Aralıq ayında siz də xatırlayırsınız, Azərbaycana məxsus bir mülki təyyarə vuruldu və o təyyarənin qalıqları aşkarlanandan həmən sonra biz orada deşilmə yaraları, daha doğrusu izləri, qırılma, deşilmə izləri gördüyümüz üçün artıq kamuoyu da qara qutunun cavabını gözləmədən bura bir kənar müdaxilə oldu qənaətinə gəldi və sonra da bu təsdiqini tapdı. Amma burada təyyarənin qalıqlarının biz fotolarını izləyirik, videoları izləyirik, az əvvəl sizin də söylədiyiniz kimi. Amma orada hələ ki hər hansı bir kənar müdaxilə elementi aşkarlanmayıbdır. Bax, bununla bağlı fikriniz necədir? Yəni düşünürsünüz ki, içəridə nəsə baş verə bilərdi. Uçağın içərisində daha çox nəsə baş verə bilərdi. Bu ehtimalın üzərində dayanırsınız? Şimdi bu ihtimal şöyle, tabii yani içeriden ihtimal bilemiyoruz ama bu patlayıcı malzemeleri, patlayıcı mühimmat dediğimiz yani bomba gibi personelle bir arada olmuyor. Yani yüklenmez. Eğer orada patlayıcı bomba, gülle varsa o zaman orada insan, personel olmaz. Kişiler olmaz. Şimdi burada 20 asker var. Dolayısıyla orada bomba da olmaz. Bir arada olmaz. Şimdi bu açıdan Türk Silahlı Kuvvetleri çok bu konuda hassastır. Yani bu kargo yüklemelerinde dikkat eder buna. Ama içeriden işte bir yangın çıkar vesaire olabilir. Elektrik aksamı, onu da bilemiyoruz. Elektrikten kaynaklanan. Bu bir teknik arıza, uçağın işte içinde bir yarılma, patlama, parçalanma, bölünme yaratır mı? Onu tabii ki inceleme sonucunda ortaya çıkacak. Ama şu var, yani bu semada gördüğümüz düşüş, aşağıya doğru düşerken 3 parça bize şunu anlatıyor kabaca. Yani dışarıdan veya içeriden ama fiziki olarak ağır bir, güçlü bir etkiye maruz kaldığı anlaşılıyor. Ama bu nedir? Onu bilemiyoruz tabii ki. Bəli. Təşəkkür edirik Ünal bəy. Bir daha başınız sağ olsun deyirik.
Minnətdarıq. Bir daha xatırladırıq. Bizimlə Türkiyədən canlı bağlantıda təqaüddə olan pilot Ünal Atabəy idi. O, Türkiyədə baş vermiş, Türkiyəyə məxsus daha doğrusu hərbi nəqliyyat təyyarəsinin qəza səbəbləri ilə bağlı öz versiyalarını, mümkün versiyaları səsləndirdi. Biz isə studiyada müzakirələrimizi artıq yekunlaşdırdıq. Bir daha xatırladırıq. Studiya qonaqlarımız Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, beynəlxalq hüquq üzrə ekspert Rahim Məmmədov və eyni zamanda Ədliyyə Nazirinin müşaviri Seyfəl Paşa Əliyev qonağımız idi. Biz həm Azərbaycanda Konstitusiya günü, eyni zamanda Türkiyəyə məxsus təyyarə qəzası ilə bağlı müzakirələri apardıq. Hədəfin növbəti buraxılışını da diqqətdən qaçırmayın. Salamat qalın.